Hər gün bir peşəyə digital məhsul ideyası verirəm. İkinci gün. Bugünkü sahə modelyer dizayner peşəsidir. Geyim bəzən bir söz demədən belə özünü ifadə etməyin ən güclü yoldur. Əgər sən sadəcə geyim tikmirsənsə, insanların şəxsiyyətini geyimlə ifadə etmələrinə dəstək olursansa, bu məhsul ideyası sənin üçün ola bilər. Çünki bugün hər kəs stilini tapmaq istəyir, amma hamı bunun üçün böyük büdcələr xərcləyə bilmir. Sən də belə bir uyğun qiymətli digital məhsul hazırlayıb çox insanın həyatına toxuna bilərsən. Digital məhsul ideyası belədir. Öz stilini kəşf et, 10 günlük stil bələdçisi. Kombin tapşırıqları, bədən tipinə uyğun seçimlər, rəng paleti testi və qarderob detoksu, mood board şablonları bu digital məhsulun içində ola bilər. Bəs yaxşı, bunu etmək sənə nə qazandıracaq? İzləyicilər səni modelyer kimi yox, həm də stil bələdçisi kimi də xatırlamış olacaq. Brendin tanınacaq, sən də pasiv gəlir əldə etmiş olacaqsan. Mən bu cür məhsulların necə yaradıldığını öz digital məhsullar marafonumda addım-addım izah edirəm. Əgər sənə maraqlıdırsa, həmin marafonda məhz bu ideyanı reallaşdıra bilərsən. Sabah yenidən başqa bir peşə üçün videom olacaq. Şərhlərdə yaza bilərsən. Sabah hansı peşə üçün ideya verim?